Bacanaqlar serialı başladı. Yaxşı, gedin. Maşın gözləyir orada, tez edin. Bir Sağ dəqiqə salamat şeyləri yaxşı. götürmüşəm hamısını. Mama, bu təzə güllə həmənki deyə getmiş deyə bir dəfə. Bir dəfə doğrudan dünyasını dəyişib görəsən. Nə bilim, atalar üçdən deyib, görək də. Mənə baxın, bunlar da qəribə adamlar. Arvad bir balaca ağırlaşan kimi zəng ellər ki, durun gəlin. Yaxşı. Elə bu yollarda gedib gəlməkdən axırda özümüz öldük. Qismətdən Yavaş, xoşladı Ömər. yeməkləri pişirmişəm. Sağ ol. Soğançası supdur, südlü aşdı, hamısı orada hazırdır, kaşa da var. Hə, yaxşı. Sən mənim can, paltarları necə gəldi atmada, yaxşı? Hə, yaxşı. Çirkiləri səbətə atarsın. Oldu. Yaxşı get, yaxşı ol. Sağ ol, Narahat sağ ol. olma. Get. Kəlağanız qaldı. Başa çıxara yasa gedirsiniz. Ay illərin gəlinləri. Ay nənə, sən biz hara qoş gedirsən? Ay qız, heç yerə getmirik, səni gözləyirik tez elə. Bəlkə heç ölməyib var, nə ağlaşma qurumusan, Yazıq nənə durdu. Getdiniz. Talih. Getdilər. Qızları götürəcək. Narahat olma. Soğançası supdur, yaymadır, süddaşdır, hər şey var. Yaxşı, lazım olsa çaf da pişlər. Gözləyirəm. Məhəbbətim, ay məhəbbətim. Məhəbbətim, ay məhəbbətim. Məhəbbətim, ay məhəbbətim. Məhəbbətim, ay Ha məhəbbətim. nədir? Gördün uyanmışam da avcı. İşə gecikirsən, Ha bilirəm də bu dinliki qoymuşam saat 2-yə. 2-yə qalıb 5 dəqiqə hələ. Sən demədin ki, ay məhəbbətim, bu dinlikin səsi mənim başıma düşür. Ona görə mən də səni gəldim, belə oyatdım. Çox sağ ol. Sənin səsin bu dinlikdən də betərdir. Verdiyin abed burnumdan gəldi də mən. Ona görə mən evə gəlib abed vaxtı yemirəm, yatmıram da. Belə dur görüm. Mən getdim işə. Sən nə deyirsən başı qədir? Sağ ol. Sənin qarnın o döşəkcəsi. Belə dur görüm. Mən bunu görək də. Görək də 3 hafta qalıb. Görək də. Şərtlə qalıb, nə qalıb? Hə qismət. Hə qaqa. Aha. Qismət, indi mən də bir 100-dən, 200-dən, 300-dən nə düzəlsəm düzəldəyəm, narahat olma. Şuluqsan sən. Oldu. İsmail, necəsən oğlum? Sağ ol Talih müəllim, siz necəsiz? Mən çox pisəm. Ya? Mən deməli bu yeni bulvara getmişdim. Deməli yeni bulvarı tikib təmir edib qurtarıbdılar. Amma mənim bu otaqlı evimi sən təmir edib qurtara bilmirsən. Talih müəllim, elə siz yaxşı gəldiniz. Mən bu səhvən bir dənə düz hərəkət eləmişəm. Neynəmsən ki? Talih müəllim, bu evin içindən bu tok şılankı gedirik. Hə. Həmin o şılankı götürüb qoşmuşam bu suya. Deməli bunu açanda rozetkadan birindən isti, birindən soyuq su gəlir. Görürüm ha qoy, şu. Harda ha? Yola düştü. Yani rozetka minusdan soyuq, plusdan isti. Darzuyla da məsləhətləşərəm, kreativ yanaşırsan. Deməli nə lazımdır? Onda belə də sən bu suyun da şılangına toku birləşdir. Kranda açsan, işıq yanır. Krantı bağlırsan, işıq sönür. Kimi harda tok vura. Hayır yok, elə belə, yenilik olsun, elə. Fikrim o deyil. Keçən həftə unitaz yatmışdı, almışdıq.
Hə. O salfandadır, yoxsa mübarək eləyibsən? Talay müəllim, salafan da deyil, amma belə salamat da orada durur. Yəni, mübarək eləməmsən. Belli, tamam da, deməli etibar. Onu mən satacağım. Biraz maddi sıxıntı var, hə oğlum, onu satmaq istəyirəm. Talay müəllim, ona satda 100 manata mənəm olar. 100 manatım var, Talay müəllim. Baxın 100 manat. Olanın bu, Talay müəllim. Yaxşı verə etibar. Olanın bu, Talay müəllim. Yoxsul adamsın. Oldu, başın salla, işin gör, işin gör. Alo. Salam qardaş. Bu keçən həftə sizdən 300 manata mən unitaz almışdım. Qardaş onu xazin bəyənmədi. Mən az qala öldürür. Onu gətirin mənim pulumu geri qaytarın. Hə, yaxşı, yaxşı. Yaxşı gətirirəm qardaş, yaxşı. Hə, salamatdır, gətirirəm. Oldu. Hə, dedim qardaş hesabı deyək də, hə? Soğuk, çörək, bir dəqiqə dəqiq görək. Hə, karpasadır, karpasa. Ye, nuşdur. Karpasa, qıyar. Pomidor olur mu? Pomidor olur. Pomidor, çeşnik, süt, döndürüm, qəşək. Allah deyəm, yaxın. Ne olmuş ya, istemem. 10 manat elədi. Sən 12 manat elə, 2 manat çay var. Gördüm çay var vermir, deyən çox 12 manatdır. O yan beyan elədi, yan fərq gördü. 12 manat al gətir. Bıxırsın. Valla Paşoğlu, bu nə rejimdir, bu nə geyimdir, bu nədir, bu saç nədir belə, bunun, ha bu saqqal, bunu sırqa, atma demədin mi? Bu sırqanı çıxar. Ha, bu nə saçdır belə? Ha? Nə saçdır belə? Saat ver görün, nə saçdır belə? Hı? Nə saçdır bu? Ha? Dayı moddur da, indi Avropada belə moddur. İndi bu stil moddadır. Saç belə. Əvvəl, qadanam, dədiyin adı İsfəndiyar, anonun adı Şükürfə. Nə hazırlap Avropa düşmüsən, hə sən? Yığışdır asasən bunu. Yığışdır bunu, yığışdır. Yığışdır, mənim əsəbim olma, mənim əsəbim olma. Allah sənə verib qaməti boyu, görüm ki, xoşbəxt ol ömür boyu. 2 manat nədir vermədin çay boyu, sonra da mənəm deyib gezirsən, utanmayıb belə gezirsən. Ne yapıyorsun lan sen? Ha? Neyinirəm ya da? Meyxana deyil sana cəmaata. Mən səni göndərmişəm çay boyu yoxsa meyxanada nə? Aldım da çay boyunu. Deyə aldım da çay boyu. Bircə qalmışsan meyxanada sən. Qardaş, meyxanaya qoymadın demək, onda 2 manat çay var mı qaytar? 12 manat elədi şotun. Ay xansı var, biz geyim də, bunu bilirsən ki, dənizə getməliyik. Uzanmışsan burada, dincəlsən məni sonra. Bildim dənizə getməli. Dəniz elə bir havayı zatdır bunun üçün. Qızlara mən söz vermişəm, baxı biz oyan belə qızlar. Yan bir dəqiqə. Bunu geyim bax. Gözlə. Giy. Gedək üzey dincələk. Məndə cəmi 11 manat pul var. 11 manatda biz dənizdə nə edəcək? Heç də, nə yemək, nə içmək, heç bir şey. Bilə, gəl. 11 manat nə dala? 11 manat 60 qəpik. Ay xansı var, biz pul qoy da. Bilirsən ki, biz dənizə getməliyik də. Dünəndən sənə dedim axı, qızdan yanında mən biabır olum. Bilək saxlı. Sən pulun var heç olmasa sən belə mənə dəli eləmişsən. Beş yox da la, İsmailin pulu həmişə var. Başa düşdün, xansı var. Görək. Prosta mənim pulum bankdadır. Mən üstümdə gəzdirim belə. Bugün də təsdiqdən bazar günüdür. Gedib pulu götür. Xansı var, bəlkə o keçən dəfə yeri getdi o Xalovun obyektinə. Bəlkə gedib orada ye içi. Xahiş edirəm də İsmail. Xahiş edirəm də, olmadı da sənki. Keçən sənə ki, o borcumuza görə xalam mənə indiyə qədər axtardı. Xəbərin varsa, deyib tapsam, tutsam hardasa, ayağımızdan asacam.
bax, sən interessiz adamsan. Görə iminə ora gedək. Başqa obyekti olan yoxdur xalondan, bibindən, hə? Mən qoxma Ramazan vermişsən. Buyurun, hoş gəlirsiniz. İsmet, adam. Geçen yıllarınızdı ben. Qəşənginiz olsun. İnan siz qəşəng olmağına baxmayın, bu qədər evdə iki qardaş tək qalırıq, subayçılıq. Nə qədər itiman eləmək olar, nə qədər özünə qulluq eləmələr olar, amma darıxırıq. Keçin sən. Buyurun, keçin. Gözdən. Ali, o simpatичный tayı mənlikdir. Nə desən? Ya bir dəqiqə dayan ha. Simpatik tay hansıydı fikir vermədim. Xlas, o bilmirəm, göstərərsən o mənlikdir. Yaxşı, onda o bir tay mənlikdir. Bir dəqiqə dayan, hansı taya mən qarışdırıram, sən də buradan istifadə eləmə, elə deyil. Oturacaq, hansı tay məni seçsə, məni seçməyən tay sənid yox. İkisi məni seçsə, onda incimə. Çıxarsan çöldə təmiz hava var. Yaxşı, Alex, çıx çöldə təmiz hava var. Başa düşmədim ha? Başa düşmədim. Nəyə başa düşmədin ha? Gəl həyatda davamızı eləyək, gəl da. Gəl çıxaq, gəl çıxaq. Başqa vaxt şirə dönür. Siz dolaşırsınız? Yox, dalaşmırıq. Bayaqdan şeydir, qardaşım deyir ki, qonaqlığı mən verəcəm. Deyirəm, yox, mən verəcəm. Elə şey davası, o da mən döyüldüm. Qonaqlığa qismət verir. Sən döyüldün qismət, qonaqlığı sən verirsən ki. Olmayasan ay benim kitay skrozam. Səhər yemək yeyəndə bu yağla pendir artıq qaldı. Dedim əgər yeməyəsənsə, bunu aparım qoyum soğuducuya, elə sabah səhər yeyərsən. Bərəkallah, o səhər deyərdin də. Az Nə belə yaxşı də yazdın, ay bəs xala. Ne dersen boşuna dönüm kodum. Sağ ol. Kürek kendime kurbanım. Bu dəqiqə deyən görüm ha. Ne oldu ki? Bu nə səsdir ha? Sadın səsi day məhəbbətim. Nə sadə ha? Olimpiyadada görmemişsen saat koyular, o da başlayır tersine fırlanmaya. Bu da uşaktır da ne, ucu başlayır çık çıktırdamaya. Günün saatini sayla, günün saatini sayla. Ya az kalır. De görüm az mı? Saatdir da, bildiğin saatdir da. Saat. Asti bu aradan. Yürü, saat. Görək də, görək. 3 həftə qalıb. Çıkkıl değil. 3 həftədən sonra görək nə olur. Ha, yaxşı. Ayrı sözünüz yoxsa apar bunu qoxalı deyil. Bunda para var, var, yer. soğuducu. Getdiniz. Sol boş. Ha, sağ ol, yaxşı, ha, sağ ol. Sağ ol, kadın. Dur, enerjetik içkilərdən gətir, meyvə gətir, sok gətir də, bacanaq. Bacanaq? Siz bacı değilsiniz. Avtomatik biz de olduk bacana. Mənim üçün çox maraqlıdır. Xasiyyətiniz necədir? Ben ümumiyyətlə çox ciddi insanım. Çox ciddiyəm. Misal üçün, belə ailədə də çox ciddi insanım. Misal üçün, oğlum bir dənə səhv hərəkət eləyər. Mən onu mütləq cəzalandırmalıyam, fərq eləmir. Çünki o ciddiyyətdən gəlir.
Oğlum? Sizin oğlunuz var. Oğlum! Bu ne söhbətdir, bu nə ki? Aramatsın şər. Ya belli, sen get biraz meyve getir, sok getir, içki getir. Ben bir variant fikirlərim. Niye geldin bize başa salmışsın? Açıq deyəcəm, qardaşım 40 ildir subaydı. 40 il? Hə, 39 il, nə dəyişir? Hə, yəni 40 ildir subaydı. Davlini vurub başına adam, ha. İndi o elə bilir, onun oğlu var, ailəsi var. Bax, indi bir də baxsın, otan küncünə oturur. Deyirəm, neyin insan? Ay qismət, ay doğma qardaşım. Deyir, oğlumu, yəni, bax, belə həcəzlandırım. Element, bir dənə şəkilləri fikir verir. Siz əyləşin, mən göstərim. Doğma ata bir, ana bir qardaşım qismət. Qucağında oğlu, yanında həyat yoldaşı. Fotomontaj. Element. Qaynanamız Seyran. Qaynanamız, fotomontaj qaynanamız. Doğma qızım Həmail, Allah sizin Fotomontajdaki kızınız. Hə, bax, heç mənim ağlıma gəlmişdi. Mənim fotomontaj həyat yoldaşım Arzu, fotomontaj qızım. Həmail qaynanam fotomontaj, yəni bundan hamısı fotomontaj. Duvarını da fikirləşmişsiniz. Hə, fotomontaj deyil. Doğru ki qismət. Bir dənə sual verin, mən çox üzr istəyirəm. İkiz siz çox bənzirsizdən qarışdırıram. Hansı qızım mənlə xoş gəlir? Qismət, meyvə nə oldu qismət? Çatdırmıram qismət, qarışdırıram. Bircə o qalmışdı, gözün suyu demə. Bircə o qalmışdı, sən meyxana dərsən. Səni başına bıraksan, sen çıkıp efirde kişilerle meyxana dersen. Sen öyle arvatsan. Burada ne var ya yapmaz biz? Gelip meyxana deyip pul kazanacağım da eve pul getireceğim. Ama ben az-azına gelip evde oturacağım ki, arvat toy akşamından gece saat neçədə qayıdıb, mənim qavama yemək qoyacaq. Günah, mənləri ki o maçıq etini verdim. Sənin altına ki, sən onu sürürsən. Meyxana deyən olacaq. Gir YouTube'a bak. Gör meyxana deyənlər bir-birinə söyüşlə nə tər meyxana deyirlər. Ya ne olsun birini o söylendi ikisinden ben söyleyeceğim onu. Dayda. Hadi. Qoy bibi desin də meyxana. Özü də yaxşı da deyir. O meyxana desə sən nə pullar qazana. Namik Qaraçorlu var, onu da bağlayar bibi. Meyxanada pul olsaydı, Namik gedib seriala çəkilməzdi. Bu danışdığı sözə bax. Dedim o saçını yığışdır elə. Bu dəqiqə onu yol tökəcəm ortaya, o Namik'in prodüsörü Ataş kimi başına tükəkdirəsən. Tamam, Şövqəli, sana Şövqəli qulluq edeyim. Qulluq edeyim. Şövqəli qulluq edeyim. O beş denemede kaçmalatlar ki ben ne sana salafından seni böyle. Nəriz, dənizə getmirik. Dəniz, amma yaxı nə var dənizdə ki? Bu dəqiqə kimi dindirirsə hamı dənizə qaçır. Şablon olub dəniz. Bu dəqiqə dənizdə balıqdan çox adam var, ha? Kifal da tutamıram. Dünən məcbur oldum, getdim başqa restoranda oturdum, yedim içdim. Bir dənə balığı gəlsin. Xası var, sən nə deyirsən? Getmirik dənizə. Yox, keçən mənim başıma bir iş gəldi ki, heç istəmirəm gedim. Mən bütün paltarımı oğradılar axı dənizdə. O boyda yolu evə kimi mən anadan gəlmə gəlmişəm. Yolda görənlər də hamısı biri telefona çəkir, biri ağzından çıxanı deyir, biri avtobus saxlamır. Elə bir nə olub? Anadan gəlmə elə bir adam görməyiblər. Sağ olsunlar, bir dənə orada yaxın qardaş var idi, bomş. Bir-iki dənə kilometraj ad verdi, elə burələrin metroya girib gəlmiş. Yox, metro, mən istəmirəm, dənizə istəmirəm. Deyəsən, Taliyem evə pis təsir elədi. Yox, ümumiyyətlə belə tarixdə belə şeylər tez-tez olur. O yeməklər də tez-tez belə qarışdırır.
olan şeydir. Buyurun siz de yiyin meyveden. Yox, sağ olun. Sağ olun. Gel Talih, gel geç. Ələş. İndi necəsiz? Necə? Hə, hər zaman yaxşıyam. Mən uzun illər idmanla məşğul olduğum üçün mənim sağlam Bir orqanizmam yerdə var. məşğul olmuşsun. Sadəcə əridən çox yedim, lap çox yedim. Üstündən də buz kimi ayran. O da mən bir isti yerdə əyləşim. Buyurun. Hər gün hamısız geldi, həmən yemişim. Mənim bir təklifim var, bəlkə bir oyun oynayaq. Oynayaq. Nə oyun? Nə oyun olsun? Tutulğanı belə fırladırıq. Sən nərsən mən bayaqdan fikirləşirəm, ağlıma bir oyun gəlmir. Yaxşı da olar. Doğma qardaşım, buyur. Birinci sənin qismətin oldu. Qocaraq, qismət kimdən? İndi siz öpüşəcəksiniz. Tarixi bu. Niyə qardaşım? Gəl bəri, ucuzmuşuq, öpüşməliyik. Necəsən, əziz dostum qardaşım? Bir daha olmayaq. Gəl. Yenə mən. Yenə sən, şulluq. Həmşə, qismət. Bunun səfər nədir? Mən də... Ev yox. Ev yox, ev yox. Ev yox, ev yox. Gəl belə eləyək. Bundan sonra da kart oynayaq. Gəlin. Bacanaqlar serialı reklamlardan sonra davam edir. Məhəbbət. Gələ. Bu da sənə dönər aldım. Görəm atsan. Malış, Yersən. aldın dönəri. Malış. Ama bunun ayranı hanı? O, sana bir şey xahiş edirik, bir şey deyirik, bir işi yarıtmırsan da. Ay, məhəbbət. Gəl 10 manatı. Ged oradan bir dənə qaça ayran al gətir. Zdacını da qoyarsan cibinə. Ay kişi, 10 manat nədir? Mənim sənə zdat və ehtiyacım yoxdur, məhəbbət. Əlini çək ki, əli baltalayan məndən ehtiyatı danış. Ay kişi, vəbşə günah sənə bu dönəri alıb gətirəndədir. Ay sağ ol. Səhərdən mazicimi xarab eləmirsən, mətləb acından öldüm bir beləşkidən, dönərdən zatdan. Mən də girdim, elə yolüstü İstanbul lahmacundan girdim, dönər aldım ki, ac qalmayasan. Yaxşı elədin. Nə deyirsən, nə gəmsən, ha, dönəri sağ ol, başa düşdük. Başa düşdük. Heç adam nasitesin gəlib korlayasan. Nə deyirsən? Nəysə, hə, məhəbbət. Hə. Bu qaynımız Talih Baytar klinikasının açarını aldım axı. Ha, nə xeyir olar. Hə, oran bir sport zal eləyəcəm. Mənə nə lazımdır qardaşım? Məşqimi eləyim, pulumu qazanım. Mənə Talih lazımdır. Sport zalın adını nə qoyacaqsan? Enlik ürək, incə ürək. Gold Fitness. Hə, qoyarsan. Məndən nə etkisən, yaxşı. Sən biraz oranı açsan məhəbbət, bacanağım, sən biraz işim düşüb mənim. Ha, sən mənə işin düşür. Sən həmişə aşağıda olmasan, yuxarıda olanlara işin düşür. Yaxşı. Əlini çək, əli baltalayam. Göynənmə məhəbbət, yaxşı. Hə, nə işin? Biraz oran təmirə mənə bunlardan lazımdır. Lazımdır, ehtiyacım var, pula biraz ehtiyacım var. Pula ehtiyacın var, bayaqdan deyirəm, gələ 10 manatı, get bir dənə qaça ayran al, gələ 9 manatı da qoy cibinə. Ha, məhəbbətin sana olan hörməti, 9 manatdır hörmətin. Şabalı. Nə deyim? Sən deyəsən mənə düzgün başa düşmədin. Mənim sənin bu 10 manatları var, ehtiyacım yoxdur. Hə? Mənə prosta giper lazımdır. Giper verə lazım. bilərsən mənə giper. Mən kiper verə bilərəm, amma nisiyə yox. Mən sənə hədiyyə eləyə bilərəm. Çünki nisiyə versəm, istəmirəm də, sən də sağ ol, istəmirəm də qabağımda həmişək kimi gözə kölgəli olasan. Nə ciddisən, tükürmə çalarsan. Tükürmə çalarsan. Hadi yaxşı, yavaş danış ya, məndən əli baltalayan beynimi söndərmə. Balta. Ha. Mən acından ölsəm belə, heç vaxt sənin kimi şəbalədə möhtac olmaram. Mən onu bilim yox. Eləmə ki, sən bu qulağından
Elə o əlindəki baltı ilə divara mıxlayıb. Hə. Onu eləyən hələ anasından olmuyor. Başa düşdün? Nə deyirsən? Yaxşı. Tırma. Özümə baxım. Mıxana. Oradadır. O balaca olacaq, divara girməyəcək. Bu yaxşıdır. Allah! Onu eləyən elə anasından olmuyor. Başa düşdün? Yaxşı, indi mən eləyərəm. Hə, panyatkan olsan, ana söhbət edirəm ha burada. Yekə oğlansan ha. Ana söhbət edirəm ha burada divarına. Mən ver görüm onu. Ay hava. Yo, şey getməmişəm. Nəsə yuxu apardı. Ona görə, hə. Niyə belə yavaş danışıram? Şeydir. Üstümə salıb, belə deyəsə soyuqlanmışam ona görə. Yo, gəlmə, narahat olma. Elə soyucudan bir zoğal mürəbbəsi şey deyirəm, sənə düzələcəm, narahat olma. Hə, Arzu. Hə, Arzu. Hə, deyirdim, mən karton yapacağım. Hadi sen. Yox, maşındayım ay Arzu, yol gəlirəm, ona görə başım qarışıqdır. Arzu, əsəbiyəm. Əlimdə gətirmir əsəbiyəm. Mən hada baxtam sazən geliyim. İstirahat eləyirəm, keyf eləyirəm. 50'den işin dalına düşmüşəm bu dəqiqə, dolaşığın dalına düşmüşəm. Ay, daha polis də saxladı. Bəli, yoldaş rəis, Arzu, sana danışarıq. Mən telefonla danışmırdım. Bilsən mən kimin qohmuyam? Şıxəlli, mənim adamlarım var, rəis. Tarih, gəl oyunumuzu davam eləyək. Kart paylayayım. Amma biz ulusaq çırnamaq yox da, biz necəsiz elə? Hələ uduzmağa baxar. Qaraqdallar da pişdi. Neyinirsin dənizə də, bura dənizdir. Duz var, duz. Dənizdir də bura. Dəniz odur, burada olur. Heç də. Siz neyinirsiniz də? Mən dənizə getmək istəyirəm axı. Neyinirsən dənizi var? Dənizdə olanlar hamısı burada var. Qarpuz, pendir, qaraqdalı. Göy dənizə gedən neyini çimir. Bunlar hamısı vardı, istirahət də. Nə söyləyirsən ha? Dənizə qızlara baxmaq üçün gedən görə azdır. Biz mən də onlara deyirəm də. Biz onlar da var da burada. Qarpız ver ha, qarpız ver qızlara. Bir dənə o dadına bax. Bu dənizlər burada, hər cür şərait. Gələn. Dənizə istəyirəm. İsmail, buraya gəl. Sürprizim var bir dənizə. İsmail, göstər də onu. Göstər. Onu sür. Yan. Pirşağı qumi. Qum. Əgər kimsə özünü bastırmaq istəyirsə, problem yoxdur. Burada 10 kisər soymaklardan alıb gətirmişəm, bastıram. Hər şey vardı. Sən məni hara gətirirsən? Mən anama demişdim ki, dənizə gedəcək, zaqar almağa. İndi mən evə belə qayıtsam, anam nə deyəcək? Öldürəcək məni. Ağlama, ağlayıb məni yumuşatmağa çalışma. Mən sənə dedim ki, meyxana söhbətin bağla. Günah məndədir. Biz ki o zaks səslirir deyə, sən o zaks nümayəndəsinə həni meyxana ilə deyəndə, gələk mən onda yoxumu deyirdim, səndən canım qutarıydı. Prosto sənin anam mənim anamın əlinə süt pulu qoydu deyim, mən sustum dedim, ev yox. Hər şeyə susmaq lazımdır. Anadı sözümdən çıxmıyor. Eyvə anam gəlir. Mızıldam orada. Abbas. Bəli, Şövqü müəllim. Eşq olsun. Hə, hesabı Şövqü müəllim, deməli, sok elədi. 40 qəpik, çörək elədi. 30 qəpik, deməli, kalpasa elədi. 2,
M-A-N-A. Sən nə yazırsan orada? Bu da xiyardır, pomidoruz adı, güvərtira zadı, o da 1.50. B-I-R-I, 50-L-I. Çoxlu? O şey elədi, irim var. Şöfməni. Abbas, mən çörək yemişəm. Bir baxıram ki, pul evdə qalıb. Onlar sonra gətirim vereyim. Rəfqi müəllim, ayıb olar siz. Yəni belə söhbətin heç yeri yoxdur. Siz elə belə adam deyilsiniz. O boyda maşın bazarında bütün praşkı satanların böyüyü sizsiniz. Qurbandır sizə. Siz neçə dəfə məni avtovağzala aparıb gətirmişsiniz. Deməli sizdə nə idi? Kalpasadı çörəkdir. Deməli kalpasanın əvəzinə çox üzr istəyirəm. Mən sadə göstərəsi olacağam. Deməli sokla çörəyin əvəzində belə görün görün nə var, nə yox burada. Şəxsiyyət vəsiqəsi, salat, bunun yerinə telefon. Gələsiz verəm. Qulluğunuz. Mənə görə siz özünüzü, mən sizin xatirinizi dünyalar qədər çox istəyirəm Şövqü müəllim. Yaxşı yorun, uzatmayın gedin. Abbas, biz qohumluq ya, Abbas. Qardaş, hala qohum olanda. İndi elə qohumun evini dağıdırdın, ha? Yallah, xoş getdin. Nə vaxt gətirəsən verərim, qaqa. Yaxşı. Hala, hala bu saatdan telefonu qoyaq, o telefonları böyrünə. Şəxsiyyət vəsiqəsində görsün Şövqü müəllim. Ay söz, bir dənə özünə qəşə planşet al, gətir. 24 varlıq gör. Çox sağ ol. Davay, şeylə. Orada bayaqdan ağlayıb, mənim gözünün suyunu töymə. Gəl, ora iş gör. Geç ora. Meyxana dayanım satmırdı bir dənə mənim. Geç ora. İş gör. Abbas. Hər həftə elədiyim bazarlıqları yeyib şişmisən. İndi qızımı incidirsən? Az ne eləyirsən ha? Ay mama heç nə sadə qururam. Ay bala, sən nə başsınız? Belə dur görməz. Havağa qədər mən sənin işlərin üstün örtbastır eləyəcəm. Ay, bax. Buna bax, sənin dərdinlə ehtiyatdan bax, ütünü qoymuşam bura. Qazanı qoymuşam bura ki, sənin işlərini üstün örtbastır. Başa düşürsən də səni başasın. Ay mama, deyirəm indi biz məhəbbəti alladırıq, söz yox. Amma məhəbbət bilsə ki, 2 aydan sonra mən hamilə deyiləm, bəs biz onda ona nə cavab verəcəyik? Bastı xala. Ay can. Nə deyirsən? Bir də oynayaq da. Dənizə getmədi, burada əylənə heç olmasa. Bir də... Açça, neyinizsə burada? Bu nə də klinikanı döndərmiş dənizçələr diskoteka? Talih mənim özü bilir. Özü deyib ki, hər bazar günü burada diskoteka parti edin. Özü bilir. İndi mən bir dəqiqə Talihə yığıb öyrənərəm, görüm. Xəbəri var mı bu söhbətdən? Özü deyib də deyib. Hər bazar günü parti edin. O neydi ha? Kim vurdu hemen? İsmail. İsmail? Ha. İstirəm kartları gizlətmişdim, xeyir olmadı. Bu oyun qaynat belədir, gizlətməlisən. Gəlin bu kartdır, putulkadır, belə oyunları qoyaq bir kənara. Tam səmimi danış. Başqa da fikirləşmişsin. Yo, oyunu bırak, oyundan. Səmimi danışaq da, açıq deyək. Gör kimdir qısat. Hə. Mən 33 yaşım var. Bu günə kimi bir gözəl gün güzəran görmə. Kimdir şey? Ceylan, Arzu, Vəfa, bir də uşaqlarımız. Yandırma. Yandırma nə də?
Ceyran bizi yandıracaq, yandırmasın. İstəyirəm, əkana. Mən uzansam məni ağlaya bilərsiniz. Hansınızı benden hoşlar, tamsın sen benden. Bura sadece olarak gəlsə başqa bir məkanda görüşək, çünki bura imkan vermir. Biz sübut edək ki, biz subayıq. Nasıl məkan? Bu biraz tələsək. Gəlin. Sağlıqla qalın, şartlarda görüşək. Yani problem yok. Eğer arvad show biznesə qoşulmaq istəyirsə, problem yoxdur, qoşulsun, meyxana deyən olsun. Amma bir şey. Bütün müsahibələrində, bütün mağazin verirsən də deyirsən ki, ərim var. Deməli, indiyənə kimi məni aldatmısınız, hə? İndiyənə kimi onun qarnında uşaq olmayıb, hə? Sevda hamilə deyil. Bax, belə böyünə qədər səni allatmışım, bax. Siz vurdunuz məni. Hə? Oğlum, İsmail vurdu. Bu deyik, ola bilirsiniz, dənizdə adamdan çox balıq var. Giz danışıram mən, balıqdan çox adam var. Atamandan gülmək. Qismət meyvə nə oldu qismət? Çatdırmıram qismət, qarışdırıram. Hayır! Diyorsun. Ben size söyleyeyim. Mən istəyirəm, şüksür istəyirəm. Hə, yox, mən çox yaxşı, çox... Mənim sağlam orqanizmam var, uzun illər idmanla məşğul olduğum üçün sadəcə olaraq hərikdən çox yedim. Hər gün hamısı siz geldi, həmən yemişim. Mənim bir təklifim var, bəlkə bir oyun oynayaq. Hə, oyun oynayaq, yaxşı. İntiqam böyle, sancı dar ver buna. Ay, oyun oynayaq. Bir bence kat. Deyirəm bəlkə bir oyun oynayaq. Sən çox hərəkətli oyun olmasın, elə. Ben size. Hərəkətli oyun olmasın. Yaxşısın. Lazım. Deyirəm 10 manatı götür, qızatçı da qaytarır. Vəziyyət demirsən, pisdir. Eşidirəm, işə yarayım, əlimdə balta var. Sən transportaları və həll eləmişsən. Əlimdə balta var, sözünü denə. Zordur, sən üçün quşladın, görməsən. Hə, yavaş danış məndən, əli baltalıyam, mən beynimi çöndərmə. Yaşayacaqsın. Yırğalanma. Yırğalamıram, əli çək. Ayıb olar, Şövqüm əlim, siz elə adam deyilsiniz. O boyda maşın bazarında bütün plaşkı satanların böyüyü sizsiniz. Mən belə fəxrlə başlayayım. Birini o diyecek, ikisini ben diyeceğim. Ne dersin? Ne dersin? Birini o diyecek, ikisini ben diyeceğim. Dünün de görüm ne dersin? Düz deyirsən, de görüm. O diyecek, itüre.